Salam, hər vaxtınız xeyir olsun. Bugün böyük bir siniylə qat-qat yumuşaq burma resepti bölüşürəm. Hazırlayıb siz də yoxlayın, çox dadlı alınır. Hazırlayacağım qaba 250 ml iloq su, 250 ml iloq süd, 1 xörək qaşığı maya əlavə edib qarışdırıb qoyuram maya aktivləşsin. 5 xörək qaşığı bitki yağı, 4 stəkan un, 1 çay qaşığı duz əlavə edib yumuşaq xəmir hazırlayıram. Xəmiri gözəl yoğurduqdan sonra üzərini örtüb yarım saat dinləndirirəm. Xəmir dinlənənə qədər içlik hazırlayıram. 2 ədəd soğanı yağda 5-6 dəqiqə qovururam. Soğanın rəngi dəyişdikdən sonra üzərinə 300 qram qiymə əlavə edib qiymənin də suyu çəkilənə qədər qovururam. Qiymənin suyu çəkilib yağa düşməyə başlayanda üzərinə zövqə görə duz, qara işlət əlavə edib yağa düşənə qədər qovurduqdan sonra ocağın üzərindən götürüb qoyuram soyusun. Xəmiri də yarım saat dinləndirdim. Masanın üzərini unlayıb xəmiri kündələrə ayırıram. Bu xəmiri 14 ədəd kündə edirəm. Kündələri də unladığım padnosa yığıb üzərini paketlə örtüb 10-15 dəqiqə kündələri də dinləndirirəm. Kündələri də dinləndirdikdən sonra başlayıram hazırlamağa. Masanın üzərini unlayıb kündəni yayıram. Yuxanı bu böyüklükdə yaydıktan sonra bunu süfrənin üzərinə sərib ikinci kündəni yayıram. İkinci yuxanı da bu böyüklükdə yaydıktan sonra üzərinə əridilmiş kərə yağı ilə bitki yağını qarışdırıb çəkirəm. Burada 100 qram əridilmiş kərə yağı, 100 qram da bitki yağı var. İkisini bir yerdə qarışdırıb yuxanın hər tərəfinə çəkirəm. Üzərinə öncədən yayıb süfrənin üzərinə sərdiyim yuxanı yerləşdirirəm. Bunun da hər tərəfini yağlayıram. 14 ədəd kündə hazırlamışdım. 14 ədəd kündəni 2 yuxa hazırlayıb yağlayıb üst-üstə yığıram. 7 ədəd bükmə edirəm. Hazırlayıb padnosa yığıram. Bu isə axırıncı 2 yuxadır. Bunları da yağlayıb üst-üstə yığıram. Bir bükmədə 2 yuxa var.
Bütün yuxaları yayıb hazırladıktan sonra padnosa yığıb üzərini də örtüb 20 dəqiqə bükmələri də dinləndirirəm. Bişirəcəyim soba listinin hər tərəfini də kərə yağı ilə yağlayıram. Listin ölçüsü 43-ün 35-ədir. Bükmələri də 20 dəqiqə dinləndirdikdən sonra başlayıram hazırlamağa. Xəmirə bişirəcəyim soba listinin ölçüsündə yayıram ki, böyük olmasın, xəmiri kəsməyim. Üzərinə də 2-3 qaşığı işlikdən əlavə edib rulet şəklində bükürəm. Bütün ruletləri hazırladıktan sonra soba listinə düzürəm. Üzerini də paketlə örtüb listə yarım saat mayalandırıram. Yarım saat mayalandırdım. Dilimlərə ayırıram. Üzərinə də bir ədəd yumurta sarısı ilə bitki yağı qarışdırıb çəkirəm. Bir ədəd yumurta sarısına 100 ml bitki yağı əlavə etmişəm. Bitki yağını bol edirəm ki, araları da yağlansın, bişərkən yapışmasın. Hər tərəfinə yumurtanı da çəkdikdən sonra 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirirəm. Pişdi artıq, hazır şəklinə də baxa bilərsiniz. Qabardıqca qabaran, yumuşaq, ətri hər yanı bürüyən burmalar alınır. Böyük soba listi ilə bir bərəkətli, doyumlu bir reseptdir. Hazırlayıb yoxlayın, o qədər dadlıdır ki, hər gün hazırlamaq istəyəcəksiniz. Hazır şəklinə də baxa bilərsiniz, necə möhtəşəm alınıb. Bəyəndinizsə hazırlayıb yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.